Salam əziz futbol azarkeşləri, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan bəzi mübahisəli epizodlarla bağlı video icmal diqqətinizə çatdırırıq. Məqsədimiz hakim qərarlarına aydınlıq gətirmək, oyun qaydalarının tətbiqini izah etmək və şəffaflığı təmin etmək. Turan-Tovuz komandasının oyuncusu Zirənin cərmə meydanında rəqiblə top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim mübarizəni davam etdirir. VAR epizodu yoxlayır və aşkar edir ki, Zirənin futbolçusu topu oynamamışdan əvvəl qolunu qeyri-qanuni açaraq rəqibin üzünə zərbə endirir. Bu səbəbdən VAR hakimi monitora dəvət edir. Hakim epizodu monitorda izlədikdən sonra meydanda ilkin qərarının üzərində qalır. Hakimlər Komitəsi əlin qolun qeyri-qanuni istifadə təfsirini açıqlayır. Oyunçu topa oynamaq üçün mübarizəyə qoşulduğu zaman əlin, qolun hərəkətin rəqibin üz, baş və ya boyun istiqamətində olduqda və zərbə anında güc tətbiq olunarsa, bu qayda pozuntusu kimi qiymətləndirilir. Yəni, Hakimlər Komitəsinin bu epizodla bağlı gözləntisi penalti və sarı vərəqə qərarıdır. Zirənin futbolçusu öz zərmə meydanında xəttin üzərində rəqibin ayağını tapdalayır. Hakim davam işarəsi verir. VAR epizodu yoxlayır və Zirənin futbolçusunun tapdalamadan öncə topa toxunduğunu aşkar edir və bu səbəbdən meydandakı qərarı təsdiqləyir. Hakimlər Komitəsinin bu epizoda şərhi belədir. Top hər iki oyunçunun mübarizə aparmalı olduğu məsafədədir və hər iki oyunçu ayağını top istiqamətinə aparır. Zirəli oyunçu ayağını yuxarıdan aşağı apararaq topla təmas yaradır və ardınca rəqibin ayağını düşüncəsiz hərəkətlə tapdalayır. Əvvəlki verilişlərdə dediyimiz kimi, oyunçu topa təmasdan sonra rəqibə qarşı düşüncəsiz hərəkət edərsə, qayda pozuntusu təyin edilməli və oyunçu sarı vərəqə ilə cəzalandırılmalıdır. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizodda gözləntisi penalti və sarı vərəqədir. Düşüncəsiz hərəkətin açıqlaması. Düşüncəsizlik o deməkdir ki, oyunçu rəqibinə qarşı yaratdığı təhlükəyə və onun nəticələrinə əhəmiyyət vermir. Oyunçuya xəbərdarlıq edilməlidir. Qarabağın futbolçusu Sabahın cərmə meydanında rəqiblə mübarizədən sonra yerdə qalır. Hakim davam işarəsi verir. VAR epizodu yoxlayır və müəyyənləşdirir ki, mübarizə zamanı Qarabağın futbolçusu yüngül tutmadan sonra özünü yerə atır. Bu yüngül tutma davamlı olmadığından hakimlərin verdiyi qərar doğrudur. Qarabağın futbolçusu ehtiyatsız sürüşmə fənd edərək qaydanı pozur. Hakim penalti təyin edir. VAR epizodu yoxlayır. Müəyyənləşdirir ki, Qarabağın üzvü sürüşmə fəndi zamanı topu oynamağa gecikərək rəqibə qarşı qaydanı pozur. Bu səbəbdən meydandakı qərar təsdiqlənir. Qarabağın futbolçusu Sabahın cərmə meydanında rəqiblə mübarizədə yerdə qalır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxlayır. Müəyyən edir ki, Sabahın oyuncusu topu oynayır və rəqibinə qarşı heç bir əlavə hərəkəti yoxdur. Bu səbəbdən hakimlərin qərarı tam doğrudur.